Milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun komediyaları bir əsrdən çoxdur ki, teatrımızın repertuarında şərəfli bir yer tutur. Kollektivimiz həmişə onun piyeslərini xüsusi bir sevinclə tamaşaya hazırlamışdır. Bu il biz onun Monsieur Jordan və Dərviş Məstəlişah komediyasını tamaşaçılarımıza təqdim etdik. Bu dəfə də aktyorlarımız hər ayrılıqda öhdələrinə düşən obrazlar üzərində böyük həvəslə çalışmışlar. Bir tərəfdə Parisli alim Monsieur Jordan, bir tərəfdə isə cadugar Dərviş Məstəlişah. Bunlar başqa-başqa aləmlərdir. Belə bir kontrast götürmüş müəllif hər iki obrazı ayrı-ayrılıqda böyük ustalıqla xarakterizə edir və canlı, inandırıcı insan surətləri yarada bilir. Mirzə Fətəli əsərlərində qadın obrazları çox mehriban surətlərdir. Bu komediyada Şəhrəbanu, Şərəfnisə, Gülçöhrə, hətta Xampəri obrazları sadəli, lakin inadlı, öz məqsədləri uğrunda mətanətlə vuruşan Azərbaycan qadınlarıdır. Əsərin obrazlarının hamısı komediyada mərkəz yer tutur. Marifə, mədəniyyəti can atan Şahbaz bəyin ürək çırpıntıları valeh edici dərəcədə təsvir olmuşdur. Mirzə Fətəli Axundov yumorunda acılıq, kin, qəzəb yoxdur. Əksinə bu yumor şirinlik, məhəbbətlə doludur. Hiss olunur ki, müəllif doğma xalqının danlamaqla bərabər onu sevir, dərindən sevir. Bu sevgi tamaşa üzərində iş aparan kollektivə öz təsirini göstərdi. Biz hamımız böyük bir yaradıcılıq əzmi ilə yaxşı, gözəl tamaşa yaratmaq üçün bütün bacarığımızdan istifadə etdik.